Hər kəs salam, bugünkü dərsimizdə İPC testində olan ilkin anlayışlar mövzusunun izahı olacaq. Gəlin suallarımızın izahına baxaq. Birinci sualımızda deyir ki, kompüterin daxilindəki informasiya necə informasiyadır? A variantında yazıb, hissə isə kəsilməz. Belə bir informasiya növü yoxdur. Dedik ki, biz iki cür siqnal var. Biri diskret informasiyadır, digəri isə analog informasiya. Və yaxud da diskret informasiya dedik ki, kəsilən informasiya, analog informasiya isə kəsilməz informasiyadır. Kəsilən, kəsilməz nədir? Onlara nümunə gətirdik slaydımızda. Misal üçün, bir neçə nəfər oturub canlı ünsiyyət qurur, ünsiyyətdə olur, diyaloq qururlar, söhbət edirlər və bunlar istədikləri qədər söhbət edirlər, hər hansı bir maneə yoxdur. İstədikləri vaxtda diyaloqu dayandıra bilərlər. Bu adlanılır analog informasiya. Səs vasitəsilə bir-birinə diyaloq qururlar. Amma bir də var diskret informasiya, rəqəmsal informasiya. Burada isə məsələn iki nəfər onlayn şəkildə bir-birinə diyaloq qurur. İnternet bağlantısı kəsilərsə, bu zaman həmən o diyaloq dayanacaq. Artıq ünsiyyət qurmaq olmayacaq onlayn şəkildə. Buna görə də bu informasiya, kəsilən informasiya hesab olunur, yəni diskret informasiya və yaxud da buna rəqəmsal informasiya deyə bilərik. Kompüterdə daxil olan informasiyalar rəqəmsal informasiya dedik sayılır. Ona görə burada cavab olacaq B bəndi. Yarı diskret deyilən bir növ yoxdur, hissə isə kəsiləndə yoxdur, var analog, bir də diskret informasiya. İkinci sualımızda deyir ki, təbiətdəki informasiya necə informasiyadır? A variantı doğru deyil, sonra B variantı təbiətdəki informasiya ilə əlaqəli deyil, bu kompüterə daxil olan informasiyalardır dedik, bunlar rəqəmsal informasiya sayılır, ona görə B variantı da doğru deyil. C də yarı diskret deyilən bir növ yoxdur, hissə isə kəsilən də yoxdur. Kəsilməz informasiya doğrudur. Həmçinin buna analog informasiya da deyirik. Yəni təbiətdə olan gördüyümüz o təsvirlər ki var, onlar analog informasiya sayılır. Həmçinin buna kəsilməz informasiya deyə bilərik. Üçüncü sualımız gəlir, informasiya prosesi haqqında elm hansıdır? Biz dedik ki, birinci slaydımızda informasiyanın toplanması, saxlanılması, emalı, ötürülməsi prosesi ki var. Bunlar informasiya prosesi sayılır. Bunları öyrənən elm informatik elmidir. Ona görə cavab olacaq D variantı. Dördüncü sualımızda deyir ki, informasiyanın toplanılması, ötürülməsi, qəbulu, yəni qəbul edilməsi, saxlanılması və emal edilməsi hadisəsi. Baxın, hadisədən söhbət gedir. Hadisəsi necə adlanılır? Adlanılır informasiya prosesi. Ona görə cavab olacaq C variantı. Əgər desəydi, elmi necə adlanır, onu öyrənən elm nədir? Deyəcəksiniz, informatika. Baxın, 5-ci sualda deyir ki, informasiyanın toplanılması, ötürülməsi, qəbul edilməsi, saxlanılması və emal edilməsi hadisəsini öyrənən elm. Elmdən söhbət gedir. Olacaq informatika. Cavab oldu D variantı. Sonra gəlir burada 6-cı sualımız. 6-cı sualımızda deyir ki, informasiyanın rəqəmsal formadan analog formaya çevrilməsi informasiyanın hansı prosesinə aiddir? Baxın, biz bu ekranda gördüyümüz informasiya kompüterin daxilində olan informasiyadır. Bu fayldır. PDF faylında da açmışam, sizə izah edirəm. Bunu rəqəmsal formatda izah edirəm. Amma mən istəyirəm ki, bunu printerdən çap eləyim, A4 kağızına yəni çap eləyim, oradan həmən testi işləyim. Bax, burada gördüyünüz rəqəmsaldır. Mən gətirib bu kompüterə printeri qoşsam və o kompüterdən olan informasiyanı printer vasitəsindən A4 kağızına çap eləsəm, olacaq həmən A4 kağızında olan informasiya analog informasiya. Yəni, həmən bu rəqəmsal formada olan informasiya analog informasiyaya çevrilmiş oldu. Həmən informasiya sadəcə forma dəyişdi, forması dəyişdi. Məzmun eyni qaldı. Biz də dedik ki, informasiyanın emalında məzmun eyni qalsa, forma dəyişilirsə, bu olur informasiyanın emalı prosesi. Hansı ki, informasiyanın emalında 4 növ var deyə, yeni informasiyanın yaradılması, kodlaşdırma və modelləşdirmə, informasiyanın axtarışı,
süzgəcləmə, çeşidləmə, bax bunlar informasiya emalının növləri idi. Orada da demiş ki, məzmun eyni qalsa, forma dəyişsə, bu informasiya emalı prosesi hesab olunur. Ona görə cavab olacaq Y variantı. 7-ci sualımızda isə deyir ki, nə üçün kompüterdə diskret informasiya istifadə edilir? A variantında deyir, diskret informasiya daha dəqiq olur. Bu əsas səbəb sayılmır. B variantında deyir, diskret informasiya daha sürətli ötürülür. Bu da əsas səbəb deyil. C variantında deyir ki, diskret informasiyanı kodlaşdırmaq olur. Bəli, diskret informasiyanı kodlaşdırmaq olur. Baxın, klaviaturadan hər hansı bir misal üçün A hərfini daxil elədik və kompüterə daxil olunan bu simvol 0 və 1-lərə çevrilir, kodlaşdırılır. Diskret informasiya olur və prosesor tərəfindən emal olunur. 0 və 1-lərə çevrilir. Deməli, diskret informasiyanı kodlaşdırmaq olur. Elə cavabımız da C variantı olacaq. Diskret informasiya yaddaşa qənaət edir. Bu düz deyil. Çünki ola bilər ki, misal üçün musiqi faylıdır. O da diskret informasiyadır. Amma onun yaddaş həcmi daha çox gigabaytlarla ola bilər, megabaytlarla ola bilər. Yəni, bu yaddaşa qənaət edir ifadəsi, cümləsi, yəni düz deyil. Sonra gəlir burada diskret informasiya virus təhlükəsinə qarşı davamlıdır. Xeyr, əksinə diskret informasiyalar virus təhlükəsinə yoluxa bilərlər. Hansı ki, proqramlar olur ki, bu təhlükədən onu qoruyur. Gəlir burada 8-ci sualımız, informasiyanın xassələri hansılardır? Baxın, aktuallıq xassəsi verib, belə bir xassə var, keçmişdik bunu, slaydımızda izah eləmişdim, hansı xassələrimizin olduğunu. Təzadlıq deyilən bir xassə yoxdur, obyektivlik xassəsi var, sonra burada gəlir adekvallıq xassəsi var, məqsəd və vəzifələrə uyğunluq dərəcəsidir. Sonra gəlir dəyişkənlik xassəsi deyilən bir xassə yoxdur, tamlıq xassəsi var. Sonra müəyyənlik xassəsi deyilən xassə yoxdur, bu alqoritmin xassəsi hesab olunur ki, gələcək dərslərimizdə keçəcək. Bir də diskretlik xassəsi deyilən bir xassə də yoxdur, bu da alqoritmin xassəsi hesab olunur. Deməli, oldu cavab 1, 3, 4, 6. Oldu A variantı. Sonra gəlir burada 9-cu sualımız. Uyğunluğu müəyyən eləyin. Var analoq informasiya, bir də var rəqəmsal informasiya. Buraya yazırıq 1, burada yazırıq 2. A variantında deyir ki, təbiətdə mövcud olan informasiyadır. Biz dedik ki, təbiətdə mövcuddursa informasiya, biz təbiətdə olan təsvirlər ki var, görürük, onlar analoq informasiya hesab olunur. Deməli, 1-ə A uyğundur. Sonra gəlir kəsilən informasiya. Kəsilən informasiya dedik, diskret informasiyadır. Həmçinin rəqəmsal informasiya da deyirlər. Ona görə bu B variantı rəqəmsal informasiya uyğun gəlir. 2-yə yazırıq B. Sonra gəlir kompüterdə mövcud olan informasiya. Biz dedik ki, kompüterə nə daxil olursa, onlar rəqəmsal formatdadır. Yəni, diskret informasiya, rəqəmsal informasiya sayılır. Deməli, 2-yə uyğun gəlir C. Yazırıq bura C. Sonra kəsilməz informasiya. Dedik, kəsilməz informasiya nə informasiyasıdır? Analoq informasiya. Ona görə 1-ə uyğun gəlir D. Yazırıq bura D. Sonra virusa yoluxma təhlükəsi yoxdur. Virusa yoluxma təhlükəsi hansında idi? Rəqəmsal informasiyadır, amma analoqda deyildi. Deməli, 1-ə də gəlir bura Y. Nə oldu? 1-də A, D, Y, 2-də B, C. Olacaq cavab B variantı. Sonra gəlir burada 10-cu sual. Deyir ki, duyğu üzvləri vasitəsilə qəbul edilən informasiya necə informasiyadır? Duyğu üzvləri slaydımızda izah eləmişdim. Hansılardır? Məsələn, göz vasitəsilə qəbul etdiyimiz informasiya var. Baxın, göz vasitəsi ilə qəbul etdiyimiz informasiya. Sonra qulaq vasitəsi ilə qəbul etdiyimiz informasiya var. Burun, yəni qoxu vasitəsi ilə. Sonra var idi orada dil, dad informasiyası da deyirlər buna və yaxud da dəri, hansı ki buna taktil də deyirdik. Taktil informasiya və yaxud da dəri informasiyası da deyə bilərik buna.
Bu duyğu üzvləri vasitəsilə informasiyanı qəbul edirdik. İndi deyir ki, duyğu üzvləri vasitəsilə qəbul edən informasiya necə informasiyadır? Bunlar təbiətdə mövcud olan informasiyadır, insanın duyğu üzvləridir. Buna görə də bunlar analoq informasiya hesab olunur. Deməli, burada cavabımız olacaq Y variantı. 11-ci sualımızda deyir ki, uyğunluğu müəyyən edin, aktuallıq, adekvatlıq və obyektivlik. Birinci yazırıq, ikinci, bir də üçüncü. Görək bunlar hansına uyğundur. A variantında deyir ki, informasiyanın məqsəd və vəzifəsinə nə dərəcədə cavab verməsini göstərir. Yəni, bu adekvatlığa aiddir. Adekvatlıqda dedi ki, məqsəd və vəzifələrə uyğunluq dərəcəsidir. Yəni, tutalım ki, iki ölkə bir-birinə müharibə eləyir. Tutaq ki, Ermənistan silahlı qüvvələri bizə hücum eləyib və bu hücuma biz adekvat bir cavab verməliyik. Yəni, bizim vəzifəmiz nədir? Torpaqlarımızı işğaldan azad eləmək, torpaqlarımızı qorumaq. Bu bizim vəzifəmizdir. Düşmən bizə hücum edibsə, biz də vəzifəmizə uyğun onlara əks cavab verməliyik. Məqsədimiz nədir? O hücuma uyğun olaraq əks cavab vermək. Ona görə bu məqsəd və vəzifələrə uyğunluq dərəcəsidir. Xəbərlərdə də eşitmişsiniz ki, məsələn, düşmən hücum edəndə onlara adekvat cavab verildi. Həmin o adekvatlıq, o məqsəd və vəzifələrə uyğunluq dərəcəsi ilə ölçülür. Ki, bu xassə adekvatlıq xassəsinə uyğun gəlir. Deməli, 2-yə uyğun gəlir A variantı. B variantında deyir ki, hamı tərəfindən qəbul edilən doğru informasiyanı ifadə eləyir. Hamı tərəfindən qəbul olunur həmin informasiya. Yəni, bir var subyektiv informasiya olsun, bir var obyektiv. Subyektiv odur ki, bir şəxsin belə deyək, fikrindən ibarətdir. Məsələn, biri deyir ki, sabah hava isti olacaq, biri deyir sabah soyuq olacaq. Amma bir var, xəbərlərdə baxsın, rəsmi xəbərlərdə dəqiq məlumat verirlər, statistika var ki, sabah neçə selsi dərəcədə temperaturda hava isti olacaq və yaxud da soyuq olacaq. Bunu xəbərlər konkret olaraq rəsmi şəkildə elan eləyir. Bu, hamı tərəfindən qəbul olunur. Bir var kimsə özündən deyir ki, sabah hava isti olacaq, öz fikridir və yaxud da kimsə də deyir ki, soyuq olacaq. Bu, artıq subyektiv bir fikirdir. Ona görə obyektiv hesab olunmur. Buna görə də bu tərifdən belə bir qənaətə gəlir ki, hamı tərəfindən qəbul edilən doğru informasiyanı ifadə edir obyektivlik. Deməli, 3-ə B uyğun gələcək. Sonra C variantında deyir ki, informasiyanın cari zamana uyğunluğunu göstərir. Bu da olacaq aktuallıq. 1-ə də C variantı uyğun gələcək. Yəni, tutalım ki, mən deyirəm ki, bugün, bu həftə robot yarışması olacaq. Bu, aktual xəbərdir. Çünki hələ bu həftə olacaq bu. Aktuallığını saxlayır. Amma bir var ki, keçən il, deyirəm, robot yarışması olub. Olub artıq bitib bu. O artıq aktuallığını itirib. Ona görə əgər cari zaman, yəni hazırki zamana uyğundursa, o aktuallıq hesab olunur. Gəlir 12-ci sualımız. Burada nə deyir? Baxın, burada cavabımız oldu. Deməli, 1-ə C, A, B, A variantı. Gəlir 12-ci sualımız. Verilmiş variantlardan hansı informasiya emalı mərhələsinə aiddir? A variantında deyir ki, şahmatçının rəqibinin daşlarının vəziyyətinə baxması. Baxır burada, datanı toplayır. Göz vasitəsilə informasiyanı qəbul edir, toplayır. Deməli, bu olacaq informasiyanın toplanması. Sonra ikinci gəlir B variantında müəllimin şagirdə ev tapşırığının söyləməsi. Ev tapşırığını söyləyir, səs vasitəsilə ötürür, digər tərəfə ötürür. Deməli, bu olacaq informasiyanın nəyi? Ötürülməsi. Olacaq informasiyanın ötürülməsi. C variantında deyir ki, hidrometeoroloji stansiyanın
sabahki hava temperaturunu elan etməsi, elan eləyir, ötürür səs vasitəsindən və yaxud da hər hansı bir saytda informasiyanı elan eləyir. Bu olacaq ötürülməsi prosesi. Sonra D variantında deyir ki, şagirdlərin şimşək səsi eşitməsi. Qulaq vasitəsindən eşitir, qəbul eləyir. Olacaq bu informasiyanın qəbul edilməsi. Sonra Y variantında deyir ki, havanın tutqun olduğu səbəbindən şagirdin çəti götürməsinə qərar verməsi. Artıq bu informasiyadan, havanın tutqun olduğu səbəbindən şagird belə bir qərara gəlir ki, düşünür, emal eləyir. Düşünür, görür ki, hava tutqundursa, mən çətir götürüm. Bu qərarı verir, artıq qərar verir burada. Ona görə qərar verirsə, düşünürsə, emal eləyirsə, analiz eləyirsə, bu olur emal prosesi. Olur emal prosesi. Düzdür? Deməli, bizdən də soruşur ki, informasiya emal mərhələsinə hansı aiddir? Olacaq cavab Y variantı. 13-cü sualda gəlir, verilmiş variantlardan hansı informasiya qəbulu mərhələsinə aiddir? Müəllimin şagirdlərin qiymətini elan etməsi. Elan eləyir, ötürür. Ona görə bu qəbul edilməsi mərhələsinə aid deyil. B variantında deyir ki, deməli, şagirdə ev tapşırığı söyləməsi. Ev tapşırığını söylüyor, səs vasitəsindən ötürür. Deməli, bu da ötürülməsi prosesidir. Hidrometeoroloji stansiyanın sabahki hava temperaturunu elan etməsi. Bu da elan eləyir. Ötürür informasiyanı. Deməli, bu da uyğun gəlməyəcək. D variantında deyir ki, şagirdlərin şimşək səsi eşitməsi, qulaq vasitəsindən eşitir, informasiyanı qəbul eləyir. Qəbul eləyirsə, onda cavab olacaq D variantı. Y variantında deyir ki, havanın tutqun olduğu səbəbindən şagirdin çəti götürməsinə qərar verməsi. Qərar verir. Ona görə bu emal prosesinə uyğun gələcək. Cavab da oldu D variantı. 14-cü sualımızda deyir ki, verilmiş variantlardan hansı informasiya ötürülməsi mərhələsinə aiddir? Ötürülmədən söhbət gedir. A variantında deyir ki, şahmatçının rəqibinin daşlanan vəziyyətinə baxması. Baxırsa, data toplayır, informasiya toplayır. Deməli, A variantı uyğun olmayacaq. B variantında deyir ki, müəllimin şagirdlərin ev tapşırığını yoxlaması, yoxlayır, analiz eləyir, emal eləyir, yəni. Deməli, bu emal prosesinə uyğun gələcək. C variantında deyir ki, hidrometeoroloji stansiyanın sabahki hava temperaturunu elan etməsi. Elan eləyir, söylüyor, yəni ötürür, səs vasitəsində ötürür. Olacaq cavabımız C variantı. D-də deyir ki, şagirdlərin şimşək səsi eşitməsi. Dedik ki, bu qəbul edilməsidir. Y-də isə deyir ki, havanın tutqun olduğu səbəbindən şagirdin çəti götürməsi, qərar verilməsi. Bu da emalı mərhələsinə aid edilir. Gəlir 15-ci sual. 15-ci sualda deyir ki, diskret informasiyadan istifadə edilmənin mənfi cəhəti hansıdır? A variantında deyir ki, diskret informasiya ilə istənilən informasiyanı kodlaşdırmaq olmur. Bu səhv variantdır. Çünki biz klaviaturadan hər hansı bir simvol daxil etsək, məsələn, A simvolunu daxil elədik, kompüterə daxil oldu, rəqəmsal formata çevirdi, yəni diskret informasiya oldu. Və bu kompüterin başa düşəcəyi dilə kodlaşdırılır, yəni 0 və 1-lərə və prosesor tərəfindən emal olunur. Ona görə kodlaşdırmaq olur diskret informasiyaları. B variantında deyir ki, diskret informasiyanı ötürmək olmur, ötürə bilərik. Məsələn, səs faylıdır, musiqi faylıdır. Bunlar diskret informasiya sayılır və ötürmək mümkündür. Bu da səhvdir. Diskret informasiya qeyri-dəqiqdir. Bu məntiqi cümlə deyil. Bu da səhvdir. D variantında deyir ki, diskret informasiya virus təhlükəsinə qarşı davamlı deyil. Virus təhlükəsinə qarşı davamlı deyil. Bu onun mənfi cəhətidir. Bəli, çünki virusa yoluxa bilir də. Məsələn, kompüterdə olan proqramlar vasitəsilə biz o virusun qarşısını ala bilərik. Hansı ki, bu bunun mənfi cəhətidir ki, virusa yoluxa bilər. Amma analog siqnallarda virus təhlükəsi yoxdur. Y variantı isə deyir ki, diskret informasiyanı kodlaşdırmaq lazımdır. Kodlaşdırmaq olar. Bu da bunun mənfi cəhəti hesab olunur. Deməli, cavab olur D variantı.
Sonra gəlir 16-cı sual. 16-cı sualda deyir ki, qiyməti rəqəmlərlə ifadə olunan verilənlərin tipi nədir? Verilənlərin tipini biz slaydımızda izah eləmişdik. Məsələn, orada hesabı verilənlər var, mətin tipli var, sonra məntiqi tip verilənlər, göstərici tip verilənlər var idi. Hesabı tip verilənlər hansı idi? Hansı ki, rəqəmlərlə ifadə olundu. Məsələn, 56 yazıram. Bu hesabı tip veriləndir, rəqəmlərlə ifadə olunub. Bir də var yazıram ki, bura informatika. Düzdür? Bu, mətin tipli verilən hesab olunur. Çünki simvollardan ibarətdir. Bu isə hesabı tip verilən hesab olunur. Deməli, cavab olacaq A variantı. İyirmi üçüncü suala qədər izah eləyəcəm. 23-cü sual daxil olmaqla. Qalan suallarda digər videomuzda izah eləyəcəm. Deməli, 17-ci sualda deyir ki, verilmiş variantlardan hansı informasiya toplanması mərhələsinə aiddir? Şahmatçının rəqibinin daşlarının vəziyyətinə baxması. Bu dedik ki, toplamadır. Bu, toplanması mərhələsidir. Bu olur toplanması. Sonra gəlir, ikincidə müəllimin şagirdə ev tapşırığını söyləməsi. Söyləyir, ötürür. Bu olacaq ötürülməsi. Sonra, üçüncüdə deyir, hidrometeoroloji stansiyanın sabahki hava temperaturunu elan etməsi. Bu da elan edir, ötürür. Deməli, bu da olacaq ötürülməsi. Dördüncüdə deyir ki, şagirdin misalı həll etməsi. Misalı həll edir, yəni emal edir. Nə edir? Emal edir. Toplamır ki, informasiyanı. Həll edir, yeni bir informasiya alır da. Deməli, bu olacaq emalı mərhələsi. Beşincidə isə deyir, havanın tutqun olduğu səbəbindən şagirdin çətir götürməsinə qərar verməsi. Bu informasiyadan düşünür şagird. Beynində analiz edir, düşünür, hər hansı bir qərara gəlir. Qərar verirsə, olacaq bu da emalı mərhələsi. Deməli, bir dənə oldu burada toplanması mərhələsinə birinci variant uyğun gəlir. Cavab da olacaq B variantı. 18-ci sualımızda deyir ki, verilmiş proseslərdən hansılar informasiya emalı nəticəsində yeni informasiya əldə olunur? Alim tədqiqat aparır. Bəli, bu belə deyək, alim tədqiqat aparırsa, yeni informasiya əldə edir də, analiz edir orada, hər hansı bir nəticəyə gəlir, bir informasiyanı götürür, o informasiyadan tədqiqat aparır, yeni informasiya əldə edir. Biz dedik ki, informasiyanın emalının neçə növü var? 4 növü. Yeni informasiyanın yaradılması, sonra kodlaşdırma və modelləşdirmə, sonra informasiyanın axtarışı, çeşidləmə, süzgəcləmə, bunlar informasiya emalı növlərinə aiddir. Onlardan biri də yeni informasiyanın yaradılması idi. Alim tədqiqat aparırsa, yeni informasiya yaradır da, hər hansı bir informasiya oturur, analiz edir. Tədqiqat aparır, hər hansı bir nəticəyə gəlir, yeni informasiya yaradır. Buna görə bir uyğun gəlir. İkincidə deyir ki, tərcüməçi mətni bir dildən başqa dilə çevirir. Baxın, biz kodlaşdırma prosesində dedik ki, məsələn, salam sözü yazmışdıq ora, salam, düzdür. Və onu ingilis dilinə çevirəndə hello oxunur, hello. Baxın, eyni məzmundur, düzdür, ikisi də salamdır da tərcümədə. Sadəcə kodlaşdırılıb. Məzmun neyinidir? Sadəcə forma dəyişilib. Burada salam yazılıb, burada hello yazılıb. Forması dəyişilib. İkisi də salam tərcüməsidir. Düzdür? Tərcüməçi mətni bir dildən başqa dilə çevirirsə, orada məzmun eyni qalır, amma forma dəyişir. Yeni informasiya yaranmır ki, sadəcə forması dəyişir. Yeni informasiya yaranmadığı üçün də ikinci uyğun gəlməyəcək. Üçüncüdə deyir ki, müstəntiq müəyyən dəlillərə əsaslanaraq cinayətkarı müəyyən eləyir. Dəlillərə əsaslanır. O dəlilləri analiz eləyir, müəyyən bir nəticəyə gəlir, yeni informasiya alır. Yeni informasiya da aldığı üçün üçüncü də uyğun gələcək. Şagird məsələ həll edir. Şagird burada nə edir? Bir məsələni həll eləyir, yeni bir informasiya alır da. Məsələn, hər hansı bir məsələ verilib, tam ki, riyaziyyatdan, fizikadan, onu həll edir.
Axırda nə olur? Yeni bir nəticəyə gəlir də, yeni bir informasiya alır. Analiz edir orada, emal edir, hesablayır, vurur, bölür, çıxır. Hər hansı bir informasiya alır o məsələdən. Ona görə də 4-cü variantda yeni informasiyanın yaradılması mərhələsinə aiddir. 5-cidə isə deyir ki, kompüterdə hər hansı proqram icra olunur. Tutalım ki, siz kağızda 5 vurulsun 3 bərabər 15 yazırsınız, düzdür? Bunu kağızda yazırsınız da. Həmən bu prosesi siz kompüterdə açıb, klaviatura vasitəsilə də orada 5-3 vurub 15 ala bilərsiniz. Məzmun eynidir. Eyni proses gedir. Məzmun eynidir. Sadəcə forması dəyişir. Burada sən kağız üzərində yazırsan, həmən əməliyyatı yerinə yetirsən. Amma kompüterdə proqram vasitəsilə. Ona görə də bu sadəcə məzmunun eyni qalması, formasının dəyişdirilməsi prosesidir ki, bu yeni informasiyanın yaradılması mərhələsinə aid deyil. Deməli, oldu variantlarımızdan 1, 3, 4. Cavab olacaq Y variantı. Sonra gəlir burada 19-cu sual. Hansılar informasiya emalı nəticəsində informasiyanın formasını dəyişir? Formasını dəyişir. Baxın, fikir verin. Yəni, məzmun eyni qalır. Forma dəyişir. Kodlaşdırma prosesində izah eləmişdim, bax o şəkildə. Alim tədqiqat aparır. Burada forma dəyişmir ki, məzmun eyni qalmır ki. Burada sadəcə analiz eləyir, yeni bir informasiya alır. Bax, burada izah eləmişdim 18-ci sualda. Deməli, bu uyğun gəlməyəcək. Sonra, tərcüməsinin mətni bir dildən başqa dilə çevrilir. Bax, burada yazmışam, salam sözüdür. Burada da hello'ya çevrilib. Düzdür, məzmun eyni qalıb, forma dəyişib. Deməli, bu formasının dəyişdirilməsi olacaq. İkinci variant uyğun gəlir. Müstəntiq müəyyən dəlillərə əsaslanaraq cinayətkarı müəyyən edir. Bu da həmçinin yeni informasiyanın yaradılmasıdır. Bu da uyğun gəlmir. Şagird məsələ həll eləyir. Bu da uyğun gəlmir. Yeni informasiya yaranır. Kompüterdə hər hansı proqram icra olunur. Baxın, 5-i vurduq 3-ə kağızda, misal üçün. Düzdür, burada. Və bir də var ki, onu kompüterdə kalkulator vasitəsilə hesablayasan. Sadəcə forma dəyişir. Ona görə bu 5-ci variantda uyğun gələcək. Cavab oldu 2, 5, D variantı. Burada 20-ci sualda deyir ki, verilən informasiya və bilik haqqında hansı fikirlər doğrudur? Verilən mənası olmayan informasiyadır. Bəli, o informasiyanın belə deyək, verilənin mənası yoxdursa, başa düşülmürsə, o verilən sayılır. Əgər başa düşürsə, mənası varsa, o informasiya sayılacaq. Və verilənin mənasının olub-olmamasının önəmi yoxdur. Yəni, istir mənası olsun, istir olmasın. O həmişə verilən sayılır. Əgər mənası olarsa, başa düşürsə, o artıq informasiyadır. Deməli, birinci variant düzdür. Verilən mənası olmayan informasiyadır. İkinci variantda deyir ki, informasiya mənası olan verilənlər toplusudur. Yəni, verilənlər içərisindən hər hansı bir verilənin mənası varsa, başa düşülürsə, o olur informasiya. Demək, ikinci də doğrudur. Üçüncüdə deyir ki, bilik dərk edilmiş informasiya. Bəli, informasiyadan, əgər həmən informasiyanı dərk edə bilirsənsə, analiz edib qərar çıxara bilirsənsə, qərar verə bilirsənsə, o adlanır bilik. Dördüncüdə isə deyir ki, bilik mövcud informasiyanın analizindən ortaya çıxılır. Bəli, həmən informasiya analiz elədin, yeni bir bilik aldın, bilik əldə elədin. O artıq olur sənin üçün bilik. Beşinci də verilən informasiya bilik ardıcılığı doğrudur. Bəli, birinci verilən gəlir, düzdür, sonra informasiya və sonra bilik. Ardıcıllıq belə olur. Verilənin daxilində olan hər hansı bir verilənin mənası varsa, başa düşürüksə, ondan biz informasiya alırıq və biz o informasiyadan analiz eləyib, qərar çıxarıb, yeni bir informasiya əldə edirik, qərar veririk. O bizim üçün olur bilik. Deməli, cavab oldu burada hamısı, D variantı. 21-ci sualımız gəlir. Burada deyir, uyğunluğu müəyyən eləyin. Bilik, verilən informasiya. Baxın, bura yazıram 1, bura 2, burada 3. Belə.
A variantında deyir ki, ixtiyari bir məlumatdır, mənasının olub-olmaması önəmsizdir. Bu bilirik ki, veriləndir. Deməli, A variantı olur, ikinciyə uyğun gəlir. Sonra, müəyyən bir mənaya sahib olan verilənlərdir. Yəni, mənası varsa həmən verilənlərin başa düşürürsə, dedik, o nədir? İnformasiyadır. 3-ə də uyğun gəlir B variantı. Sonra deyir ki, C variantında informasiya üzərində müəyyən mövcud qaydalar əsasında əməliyyatlar aparılması nəticəsində alınan və qərar qəbul etmək kömək edən məlumatdır. Yəni, oradan, həmən informasiyadan analiz edib qərar verə biliriksə, müəyyən bir nəticəyə gəliriksə, o olur bizim üçün bilik. Deməli, C variantı da birinciyə uyğun gəlir. 1-ə uyğun gəlir C, 2-yə A, 3-ə də B. C, A, B hansıdır? Cavab oldu Y variantı. 22-ci sualda isə deyir, nə üçün kompüterdə ikili say sistemində istifadə edilir? A variantında deyir, bu say sistemində hesablama asandır. Yəni, bu doğru deyil. Yəni, prosesor orada iki müxtəlif vəziyyətə aid eləyir və müəyyən qədər burada hesablamalar aparılır. Bu, asan olması anlamına gəlmir. B variantında deyir ki, bu say sisteminin yazılışı rahatdır. Əksinə, məsələn, 0, 1, 1, 0, 1. Sonra bu ikili say sistemində də bir də var, onluq say sistemində yazırsan 15. Hansı rahatdır? 15 rahat olar da. Sonra, bu da uyğun gəlmir. Prosesor yalnız iki müxtəlif vəziyyətə aid edə bilir. Bəli, bu uyğun gəlir. Prosesor iki müxtəlif vəziyyətə aid edir. 0 və yaxud da 1. Ya 0 ya da 1. İki müxtəlif vəziyyət bunları aid edir. Deməli, C variantı uyğun gəlir. Yəni, kompüterdə ikili say sistemi istifadə edilir. Ona görə ki, prosesor yalnız iki müxtəlif vəziyyətə aid edə bilir. D variantında deyir ki, prosesor yalnız 0 və 1-i tanıyır. Bu tam informasiya deyil. Kompüter 0 və 1-i çox istər. Bu məntiqi bir ifadə deyil. Bu texniki baxımdan belədir. Kompüterin istəməyindən asılı deyil. Y variantı da uyğun gəlmir. Demək, cavab oldu burada C variantı. Sonra gəlir burada sonuncu sualımız 23-cü sual. İnformasiyanın xassələri hansı sırada düzgün verilmişdir? A variantında deyir ki, obyektivlik, tamlıq, dəqiqlik, kütləvilik bu algoritmin xassəsidir. Deməli, A variantı uyğun gəlməyəcək. B variantında var aktuallıq, obyektivlik, diskretlik də bu da algoritmin xassəsidir. Bu da uyğun gəlmir. Həmçinin kütləvilik də dinamiklik deyilən bir xassə yoxdur. B variantı da uyğun gəlmədi. Obyektivlik var, tamlıq, dəqiqlik, adekvatlıq, aktuallıq, anlaşıllıq. Bunların hamısı var. Deməli, cavab olacaq C variantı. D variantına baxaq. Aktuallıq, nəticəvilik yoxdur. Bu, deməli, algoritmin xassəsidir. Obyektivlik var, diskretlik, bu da yoxdur, algoritmin xassəsidir. Anlaşıllıq var, dəqiqlik var. Deməli, D variantı da düz deyil. Y variantında obyektivlik, tamlıq, dəqiqlik var, adekvatlıq var, kəsilməzlik deyilən xassə yoxdur. Bir də aktuallıq var. Deməli, cavab oldu burada C variantı. Bugünkü dərsimiz bu qədər. Növbəti dərsimizdə görüşənədək.